Salam dəyərli izləyicilər. İşdən Söhbət podkastının növbəti buraxılışı ilə qarşınızdayıq. Bu səfər bizim qonağımız Elçin Əzimlidir. Salam Elçin bəy. Xoş gördük. Necəsiz? Yaxşı olasınız. Təşəkkür edirəm. Elçin bəy, çox sağ olun ilk növbədə bizim təklifimizi qəbul edib proqramımıza qoşuldunuz. Sizinlə bu gün düşünürəm ki, qarşımızdakı 1 saat ərzində maraqlı söhbətlər eləyəcəyik. Bizim bugünkü mövzumuzu emosional zəka ilə bağlı seçmək istədim. Sizin əsas fəaliyyət sahənizlə bağlı olan mövzudur və düşünürəm ki, bu sahədə maraqlı fikirləriniz olacaq sizin ki, müzakirəmiz də maraqlı keçəcək. İlk növbədə ancaq mövzumuza keçməmişdən öncə istəyərdim ki, sualımızı belə qoyum. Bizim ənənəvi bir standart sualımız var. Qonağın özünü təqdim etməsinə şərait yaratmaq məqsədi ilə. Elçin Əzimli kimdir? İş həyatında hal-hazırda peşəkar fəaliyyətim coachinglə və təlimçiliklə əlaqədardır. Beynəlxalq Coaching Federasiyası, bir də Avropa Coaching və Mentorluq Şurası tərəfindən akkreditasiya olunmuş bir coacham. Artıq 10 ildir bu peşə ilə məşğulam. Bunun yanında da, yəni adını bildiyiniz, eşitdiyiniz bir çox ölkə daxili təşkilatlarda, qurumlarda müxtəlif belə deyək, biznes bacarıqları və yumşaq bacarıqlarla əlaqədar, idarəçilik bacarıqlarına əlaqədar təlimlər verirəm. Bir də bir yazıçılıq fəaliyyətim var. 2 romanım dərc olunub və hal-hazırda 3-cü roman üzərində işləyirəm. Yazıçılıq fəaliyyətim sadəcə kitab yazıb son nöqtəni qoymaqdan ibarət deyil. Yəni tez-tez oxucularla görüşürəm, imza günləri və ya kitab müzakirələri. Belə bir maraqlı bir həyat keçiririk. Sosial şəbəkədən sıx izləyirəm mən də sizi, oxucularla görüşləriniz, kitab təqdimatlarınız və bu yazıçılıq fəaliyyətində əlbəttə bu emosional zəkanın xüsusi önəmi var ki, artıq bir yuxarı səviyyəsinə çatdıqdan sonra yazıçı olmaq lazımdır və siz yəqin ki, o səviyyə artıq çatmışsınız emosional zəka ilə bağlı ki, yazıçılıq fəaliyyətində davam etmisiniz. Və suallarımıza keçmək istəyirəm emosional zəka ilə bağlı. Nəyə görə emosional zəka mövzusunu seçdim ümumiyyətlə? Bizim auditoriyamızda daha çoxu gənclərdir və gənclər üçün düşünürəm ki, bu dəqiqə bu mövzu aktual bir mövzudur. Daha öncəki, mən özüm ilk tanışdığımı deyim bu sözlə, 2017-ci ildə sizin vasitənizlə ilə tanış olmuşdum. Mən emosional zəka sözü ilə siz bir təlimə dəvət etmişdiniz məni, Adam Universitetində olmuşdu. Və ondan əvvəlki illərdə insanlar daha çox IQ-yə önəm verirdilər ki, və bundan sonraki illərdə isə emosional zəkanın önəmi bu qədər artdı. Emosional zəka nədir ümumiyyətlə? Nəyə görə bu dövrdə aktual bir mövzuya çevrilib bizim üçün? Bundan başlayaq ilk növbədə istəyərdim. Klassik tərifinə görə hər bir insanın özünə aid duyğuları anlama, fərqinə varma və düzgün istiqamətləndirmə bacarığıdır və bunun yanında əhatələndiyimiz insanların, cəmiyyətin duyğularını, nə hiss edirlər, bunları düzgün şəkildə görmə, oxuma bacarığı və düzgün istiqamətləndirmə bacarığıdır. Vaxtı ilə, yəni 90-cı illərin başında psixologiyanın bir araşdırma mövzusu olaraq ortaya çıxıb. Qərbin düşüncə laboratoriyasının məhsuludur. Yəni tamamilə elmi mövzulardır. Hətta deyim ki, Peter Salovey, John Mayer kimi professorlar tərəfindən ilk dəfə bu termin istifadə olunub. Daha sonra Daniel Goleman kimi başqa bir Amerikalı bir mütəxəssis, o da professordur. Bu mövzunu daha da genişləndirib. Nə deməkdir? Yəni klassik tərifini dedim, amma bunu biraz daha anlaşılan bir dilə çevirsək, düşünürəm ki, bu bizim sosial bacarıqlarımızdır. Olduğumuz cəmiyyətdə özümüzü düzgün şəkildə təqdim eləmə, əhatələndiyimiz insanlarla düzgün şəkildə ünsiyyət qurma, onlara anlayış göstərmə, onlarla bir yerdə nələrisə eləmə bacarığıdır. Çünki insan təbiət olaraq sosial varlıqdır. Tarix boyu biz birgə yaşayış və birgə fəaliyyət içərisində olmuşuq. Yəni bütün yaradılışımızda çox önəmli bir məqamdır bu. Və əlbəttə ki, biz başqa həm növlərimizə ehtiyac duyuruqsa, hətta məhkumuqsa, onlarla daha düzgün ünsiyyət içərisində olanda həyatımızı daha da yaxşılaşdıra bilərik. Yəni bunun başqa bir adı, dediyim kimi, sosial bacarıqlar, ünsiyyət bacarıqları, fərqli adlar da qoya bilərik. Yəni bu şəkildə izahını verə bilərəm. Bəs sizin özünüzdə necə maraq yarandı bu mövzuya? Necə oldu karyeranızda bir dönüş nöqtəsi ki, emosional zəkanı araşdırmaq istədiniz? Bu sahədə sırf coaching fəaliyyətiniz var sizin, yəni bu da emosional zəkaya dayanan.
fəaliyyət? Maraq əslində oxuduğum kitablardan, indi müxtəlif ədəbiyyatdan bu sözü görürdüm, eşidirdim. Amma tam anlamırdım. Təxminən bilmirəm neçənci ildir, 10 il, 12 il bundan əvvəl böyük bir konfransa qatılmışdım Türkiyədə və orada böyük bir holdinqin CEO-sunun çıxış mövzusu buydu ki, emosional intellektin əhəmiyyətinə inanan rəhbər, lider. Və onun danışığı mənə çox maraqlı gəldi. Birinci çox səmimi gəldi. Bütün pafosu, bütün rəsmiyyəti kənara qoyub sadə bir dillə danışırdı və həqiqətən hər birimizin ehtiyac duyduğu mövzuları dilə gətirirdi və ən sonunda maraqlı bir şey dedi. Dedi ki, mən həm də musiqi ilə məşğul oluram. 2-3 gün sonra bizim bir musiqi qrupumuzun filan yerdə konserti olacaq. Mən də orada filan alətdə çalıram. Sizi də gözləyərəm. Bu mənim üçün artıq necə deyirlər, tortun üstündəki çiyələk oldu. Çünki ağzımı açıb həqiqətən baxırdım heyrətlə. O mənə çox maraqlı gəlirdi. O mənə biraz izah elədi orada. Onun çıxışı mənə öyrətdi və onun o vaxtki dediklərindən bunu anladım ki, artıq dünyada bəzi bacarıqlar var ki, həqiqətən önə çıxmağa başlayıb, gözləntilər bu yöndədir və sonraki illərdə artıq müşahidələrim göstərdi ki, o adamın çıxışı həqiqətən düzgün təsbitlərlə dolu idi və düzgün məsələlərə dilə gətirmişdi. Emosional zəkanın rəhbərlikdəki önəmi ilə bağlı növbəti suallarımızda mən sizə suallar ünvanlayacağam növbəti dəqiqələrdə. Ancaq bir sual yarandı özümdə ki, yəni emosional zəka sonradan yaradıla bilən bir şeydirmi? Yəni sonradan inkişaf etdirmək mümkündürmü? Yoxsa məsələn IQ daha çox doğuşdan insanın, əksər insanlarda deyim, düzdür, bəzən bunu inkişaf elətdirmək də olur. Məsələn mən özüm riyaziyyatım həmişə zəif olub, ancaq üzərində bunu qarşıma bir məqsəd qoyaraq inkişaf elətdirə bilmişəm riyazi, məntiqi təfəkkürümü. Yəni bu emosional zəka bəs necədir? Yəni onu da inkişaf etdirmək olur. Bir mənalı şəkildə olur. Əgər bir insanın əqli və ruhi bir sıxıntısı, problemləri yoxdursa, sağlamdırsa, sağlam olaraq dünyaya gəlibsə, bu bacarıqlar təkmilləşə bilir. Yəni bizim həyat boyu kənardan müşahidə yolu ilə, duyaraq, hiss eləyərək, təcrübədən keçirərək, səhv eləyərək, yəni səhvlərimizdən öyrənərək, onsuz da biz bunu özümüzdə təkmilləşdiririk. Və bir çox sosial bacarıqlar var ki, əgər biz bunu həqiqətən istəsək, özümüzdə daha da yaxşı eləyə bilərik. Sadəcə bunun üçün niyyətimiz olmalıdır. Həqiqətən bunu istəməliyik. Yollarını axtarmalıyıq. Biraz da əziyyət çəkməliyik. Yəni bu necə deyirlər, Allahdan buyruq ağzıma quyruq prinsipi ilə işləmir. Biraz qollarımızı çırmalıyıb bunun üzərində əziyyət çəkməliyik, özümüzü təkmilləşdirməliyik, enerjimizi ortaya qoymalıyıq. Tək çıxılası bir yoldur bunu inkişaf etdirmək. Yoxsa hansısa bir dəstəyə də lazım olur? Maraqlı sualdır. Düşünürəm ki, hər bir insan özünü özü üzərində işləyə bilər. Bunun üçün birinci özünün zəif tərəflərini kəşf eləməlidir. Bilməlidir ki, boşluqlar hardadır ki, yəni bir düzgün diaqnoz qoymalıdır özünə. Özünü tənqid olmalıdır insan. Özünü tənqid deməyək, özünü biraz sorğulama. Tənqid biraz daha sərt tərəfdir. Bəli, biraz daha neqativ bir ifadədir. Yəni anlayış göstərərək sorğulama, anlamağa yönəlik bir fəaliyyət özünə qarşı. Yəni biraz fərqli baxış bucaqları ilə baxmağa çalışmalıdır hadisələrə. Mən düşünürəm ki, tək biraz çətin gediləsi yoldur. Ətrafdakı insanlar mütləq ki, bu yolda bizim üçün yol yoldaşı ola bilərlər. Ən başda özümüzü tanımaq üçün biz onları bir ayna kimi istifadə edə bilərik. Yəni onlardan səmimi şəkildə güclü tərəflərimizi, zəif tərəflərimizi öyrənməyə çalışsaq, bizim üçün bu yaxşı bir malzəmə ola bilər. Belə deyək də, özümüzü yenidən yaratmaq üçün bir sənətkar kimi. Bunun yanında peşəkar insanlar var ki, onların peşəkar bacarıqları sırf bu yöndə belə deyək də, güclənib, fəaliyyət sahələri budur. Bunlar coachlar ola bilərlər, psixoloqlar ola bilərlər, məsləhətçilər ola bilərlər, müəllimlər ola bilərlər. Yəni kənardan dəstək alınsa bu yolu daha sürətli getmək şansımız var. Bir sual soruşum, bilmirəm nə dərəcədə etik sual olacaq. Bizim cəmiyyətdə koçlara o dərəcədə inam yoxdur. Bunun qaynaqlanma səbəbi nədir? Mən deməzdim inam yoxdur. Yəni bir coach olaraq özümüzə bəraət qazandırmaq üçün demirəm bunu.
Yəni kifayət qədər biz bu fəaliyyətin içərisindəyik və kənardan marağı görə bilirik. İstər təşkilatlardan olsun, istər də fərdi müraciətlərdən, yəni bu xidmətdən kifayət qədər faydalanan insanlar var. Amma yenə də coach sözünə və peşəsinə biraz ola bilər ki, inamsızlıqmı deyim və ya kənardan yaxşı olmayan nəzərlər var. Səbəb nədir? İndi bu coach sözü özü biraz yaxşı səslənir, dəbli səslənir. Bəzi insanlar da yəni təbiidir bu, həvəsə düşürlər və onlar da coach kimi fəaliyyət göstərmək istəyirlər. Amma ya bunların coach kimi ciddi bir təhsilləri yoxdur. Yəni tanınmış və mötəbər proqramları bitirməyiblər. Əksər hallarda elədir, mən deyərdim, sözünüzü kəsirəm. Çünki LinkedIn-də falan bu dəqiqə baxsaz hamının profilinin qarşısında yazır coach falan. Bəlkə də insanlar həmin coachları görüb artıq o inamsızlığı yaranır. Peşəkar olmayan, özünü coach adlandıran şəxslər çoxdur. Yəni coaching əslində artıq bir peşədir. Dünyanın bir çox ölkələrində rəsmi şəkildə təsdiq olunub. Misal üçün Türkiyədə mən bildiyim qədər 2013-cü ildə idi. Dövlət tərəfindən bir peşə olaraq təsdiq olunub və bir çox ölkələrdə də təsdiq olunmuş rəsmi bir peşədir. Bunun standartları var və dünyada önəmli qurumlar var ki, Beynəlxalq Coaching Federasiyası, Avropa Mentorluq və Coaching Şurası, Dünya Coaching Assosiasiyası kimi təşkilatlar bu peşənin standartlarını qoyub və bunun üzərində daimə işləyirlər. Yəni bir coach olmağı arzu edən insan mütləq nüfuzlu, etibarlı bir təşkilatdan bunun təlimini almalıdır. Coaching mən də bəzən görürəm, xüsusən sosial şəbəkələrdə yəni kiçik reelslər çəkərək, yaxşı geyinərək, gözəl bərbəzəkli sözlər istifadə edərək insanlara hansısa mesajlar verməyə çalışırlar. Bu coachingin bir coach bunu edə bilərmi? Əlbəttə ki, edə bilər. Mən bir şey demirəm, amma coaching biraz daha fərqli bir şeydir. Yəni bu sadəcə bunu coach fəaliyyəti olaraq qələmə vermək düşünürəm ki, o qədər düzgün deyil. Coachların fəaliyyət sahələri peşəkarların həyatıdır. Onlarla olan coaching sessiyalarıdır. Bu fərdi coaching sessiyası ola bilər və ya təşkilatlardakı komanda coachingləri ola bilər. Əgər biz coach olaraq özümüzü əmək bazarında, ümumiyyətlə peşəkar həyatda mövqələndirmək istəyiriksə, birinci buralarda olmalıyıq. Yəni sadəcə Instagramda pafoslu, gözəl çağırışlarla bu iş bitmir. Korporativ mühitdə emosional zəkanın rolu mövzusuna toxunmaq istəyirəm. İş mühitində mən düşünürəm ki, bizim texniki səriştəliklər önəmli ola bilər, ancaq bundan daha önəmli emosional davranışlardır. Hətta mən xatırlayıram, bir müsahibədə mənə bir sual vermişdilər ki, deyək ki, bir insan işdə heç bir insanlarla kontaktda deyil, fərdi olaraq işləyir, hansısa bir qurğu ilə işləyir, təkdir bu insan. Bunun üçün emosional zəka nə dərəcə önəmlidir? Çünki mən onda demişdim ki, emosional zəka önəmlidir. Nə dərəcə önəmli? Mən düşünürdüm ki, emosional zəkası bir empatiya hissi olmayan, başqa ətrafındakı insanlara empatiya qura bilməyən insan, hətta o mexaniki avadanlığa da, qurğuya da nəyəsə də ziyan vuracaq. IQ-nun yüksəlindən deyil. Yəni bu aspektdən yanaşmaq istəyirəm. Korporativ mühitdə emosional zəkanın önəmi nədir? Rəhbərlər üçün də bunu deyə bilərik, işçilər üçün də. Bir işçinin emosional zəkasının aşağı olduğunu biz hardan bilə bilərik? Birinci sualı biraz çox geniş verdim. Yox, ən başda dediyinizə toxunmaq istəyirəm. Ola bilər fərdi şəkildə fəaliyyət göstərən və ətrafdakı insanlarla kontaktı minimum olan insanlar var. Bu o demək deyil ki, yəni onlar başqa insanlara toxunuş eləmirlər. Bütün məhsullar, bütün xidmətlər insanlar üçündür. Yəni bir proqramçı deyək ki, başdan aşağı salır, kodların içərisində işləyir, amma unutmamalıdır ki, onun ortaya qoyacağı məhsul insanlar, böyük kütlələr tərəfindən istifadə olunur və bir empatiya anlayışı da olmalıdır ki, bu yazacağım kodlar, proqramlar, ortaya qoyacağım məhsullar insanlara nə qədər faydalı olacaq. Yəni hamımız üzərində necəsə dolaylı ilə təsirləri var. İş həyatında nə üçün önəmlidir? İndi 4-cü sənaye inqilabı dövründə yaşayırıq və həyatımıza artıq son illərdə daha fərqli terminlər girməyə başlayıb. Süni intellekt, robotlar falan filan.
və gedişat göstərir ki, bunlar daha çox həyatımızda yer alacaq. Amma unutmamalıyıq ki, yəni lap deyək ki, robotlar ətrafımızda çoxalsa da insanlar yox olası deyil, buxarlanacaq deyil. İnsanların daha da önəmi artar həmin vaxtda. Əlbəttə, yəni insanların sayı da çoxalır və ətrafımızdakı insanların kütləsi də çoxalır. Dünya get-gedə balacalır və biz əvvəllər ola bilər ki, insanlar daha dar mühitlərdə yaşayırdılar və insanların aralarındakı məsafələr indiki qədər sıx deyildi və özlərinə bənzəyən cəmiyyətlərdə, özləri kimi düşünən, danışan insanların əhatəsində yaşayıb işləyirdilər. Amma indi elə bir dünyada yaşayırıq ki, dünya həqiqətən çox get-gedə kiçilir və bizim kimi düşünməyən, bizim eyni mədəniyyətə sahib olmayan insanlarla bir yerdə yaşamağa artıq məcbur və məhkum oluruq. Dünənə qədər biz hər hansı bir əcnəbini görmək üçün ya televizora baxmalıydıq və ya kitablardan onlar barədə məlumat almalıydıq. Amma bugün öz aramızda istər turistlər olsun, istər də iş yerlərində olan ekspat işçilər olsun, yəni hər coğrafiyadan insanı görmək mümkündür. Və əlbəttə ki, getdikcə kiçilən bu dünyada dil tapmaq, başqaları ilə eyni dalğada oturmağı bacarmaq çox önəmlidir. Texniki bacarıqlar, biliklər əlbəttə ki, əhəmiyyətlidir. Bizim ortaya qoyacağımız məhsulun və ya xidmətin keyfiyyətinə təsir eləyir və iş həyatında bizim canlı qala bilməyimiz üçün, o peşəkarlığımız üçün əhəmiyyətlidir. Amma biz insanların içərisində işləyirik, balacalı, böyüklü kollektivlərdəyik və ətrafımızdakı insanları anlamadan, onların ehtiyaclarını, duyğularını, istəklərini, kaprislərini, nazlarını, artıq nə deyiriksə, fərqinə varmadan çox çətindir. Yəni dil taparaq insanlarla işləməyi bacarmaq çox vacibdir. Hazırda iş mühitində mən belə görürəm ki, korporativ mühitdə işləyən biri olaraq emosional, təkcə bir şirkət üçün demirəm, bir neçə şirkətdə bunu görmüşəm. Emosional zəka problemi var. Yoxsa ya mən bunu belə görürəm və yaxud da şişirdirəm, bəlkə də bilmirəm. Çünki daha əvvəlki nəsil üçün önəmli olan iş prosesində olan təhlükəsizliksə, yəni job safety idi də. Ancaq indiki dövrdə o deyil və bu da emosional zəkanın daha az inkişaf eləməsindən düşünürəm ki, qaynaqlanan bir problem ola bilər. Siz necə görürsünüz? Siz nəsillər arasında uçurumu mu demək istəyirsiniz? Yeni nəsillərin fərqli davranışları. Mən bayaq bir çəkiş başlamamışdan qabaq bir ifadə səsləndirdim. Emosional zəkanın önəmi bir dövrdə həddindən çox idi və hamı buna fokuslanıb özündə o bacarığı inkişaf elətdirməyə çalışırdı. Ancaq indi o bacarığı inkişaf elətdirdiyimiz bir yerdən sonra artıq bir uçurum yaranıb ki, insanlar indi süni intellekt dövrü gəlib, daha çox emosional yox da texniki biliklərini inkişaf elətdirər, emosional zəkanı bir unudublar hardasa. Bu təzə nəsildə bəlkə də bu belədir. Yoxsa mən bunu şişirdirəm, yəni belə görürəm. Yox, şişirtmirsiniz. Ümumiyyətlə, müasir dövrdə həqiqətən baxanda bəlkə də daha əvvəlki əsrlərdə bizim sələflərimizə aid bəzi davranışlar, bəzi tərzlər var idi ki, biz onları indi çox müşahidə edə bilmirik. Charlie Chaplin maraqlı bir sözü var. Deyir ki, bizlər haqqında deyir, çox düşünən, az hiss eləyən nəsillərə çevrildik. Bəli, bugün bizim IQ-müz, yəni hansısa məktəbdə, cəmiyyətdə, təhsil müəssisələrində və ya mediadan aldığımız biliklərin məcmusu çoxalıb. Əvvəlki nəsillərdən daha çox bilirik, daha çox məlumatlıyıq. Amma mən düşünmürəm ki, bizim beynimizdə olan məlumatların hamısı bizim üçün faydalıdır. Ola bilər ki, ensiklopedik bir yaddaşa və ya biliyə malikik, amma dürüst və səmimi şəkildə biz beynimizin içindəki bu məlumatları anlamağa çalışsaq, görərik ki, bunların bəlkə də böyük əksəriyyətinin bizim üçün ya faydası yoxdur, ya da ki, ümumiyyətlə bizimlə əlaqəsi yoxdur. Yəni bizə aid bir gündəm deyil. Ümumiyyətlə bu emosional intellekt sadəcə bugünə aid bir mövzu deyil. İndi ola bilər ki, 90-cı illərdə ortaya qoyuldu, bir ad da kəşf olundu onun üçün. Amma uzun əsrlər, hətta uzun minilliklər boyunca insanların bildiyi və təşviq elədiyi bir mövzu olub. Xüsusən bizim şərqdə böyük filosofların, şairlərin əsərlərində bu mövzulara tez-tez rast gəlmək olardı. Misal üçün, belə bir ifadə var idi keçmişdə, helm sözü var idi.
Helm nədir? Yəni dilimizdə Elmi var, helmi yoxdur. Bəli. Elə. Belə bir söz var idi ki, helmi zəif olanın elmi də yarımçıq olar. Helm bizim yenə də ərəbcədən keçmə bir sözdür. Həlim sözündən gəlir, yumşaq mənasına gəlir. Yəni yumşaq xasiyyətli, gözəl davranışlı, gözəl əxlaqlı mənasında bir ifadə, bir anlayış idi və hər zaman təşviq olunurdu. Helmli olmaq, başqalarına şəfqətlə yanaşmaq, qayğı ilə yanaşmaq, anlayış göstərmək, təkəbbürü bir kənara qoyub insanlara həqiqətən empatiya ilə yanaşmaq və buna bənzər bir çox mövzular var idi ki, insani keyfiyyətlərlə əlaqədar o dönəmlərdə təbliğ olunurdu. Hətta deyək ki, orta əsrlərin klassik məktəbləri sayılan mədrəsələrdə o dönəmin klassik dərsləri olan, misal üçün Cəbirdir, Nəbatət və buna bənzər Nücum, buna bənzər dərslərin yanında Sədi Şirazinin Gülüstan və Bostan əsəri oxudulurdu. Uşaqlara təmsillərin, hekayələrin dili ilə həyatdan nə yaxşıdır, nə pisdir, necə başqasına faydalı ola bilərik və ya necə zərər verməməliyik kimi mövzuları öyrədirdilər. Yəni bu mövzu tarixən hər zaman gündəmdə olub, əhəmiyyətli olub insanlar üçün. Məsəl üçün Aristotelin məşhur bir ritorikası var, bir qaydası var. Etos, patos, logos. O həmişə deyirdi ki, insanlarla ünsiyyətə girərkən 3 vacib məsələyə diqqət eləməlisən. Ünsiyyətin əsasıdır deyirdi bunlar. Etos günümüzdəki etika sözünün törədiyi bir sözdür. Yəni bir insanla ünsiyyətə girmədən əvvəl ona bir güvən təlqin eləməlisən. İnsan olduğu üçün ona hiss elətdirməlisən ki, sən onu manipulyasiya etmirsən. Sənin hər hansı xoşa gəlməyən bir niyyətin yoxdur. O sənə inanmalıdır. Yəni sonra patos empatiyadır. Yəni qarşı tərəfin düşüncələri, yanaşmaları çox önəmlidir. Empatiya ilə yanaşmalısan. Sənin dediklərin deyil, onun hiss elədikləri çox vacibdir. Və deyirdi ki, kiməsə nəyisə anlatmadan əvvəl anla. Digər tərəfdən də deyirdi ki, quru məntiqlə insanlara nəyisə inandıra bilməzsiniz. Ritorika ümumiyyətlə təməlində insanlara nəyisə inandırmaq, iqna eləmək var. Və deyirdi ki, gözəl hekayələrlə, gözəl duyğularla, hissləri ortaya qoyaraq insanların üzərində təsir gücünə sahib ola bilərik. Və nəhayət logos. Logos məntiq deməkdir, elm deməkdir. İnsanlara nəyisə çatdıranda düzgün tərzdə, əsaslandırılmış şəkildə, indi müasir dillə desək, statistikalarla və ya hansısa faktlarla kiməsə nəyisə deməliyik ki, sabah özümüzü təksib eləməyək. Yəni burada da gördüyünüz kimi, yəni Aristotel də buyururdu ki, insanlarla ünsiyyətdə onlara bir anlayış göstərin, gözəl duyğularla yanaşın. Tarix boyu əhəmiyyətli olub. Bugün də çox-çox vacibdir. Çünki artıq bəşəriyyətin sayı 10 milyarda yaxınlaşır. İnsandan çox insan var dünyada və həqiqətən artıq daha çox insanın əhatəsindəyik. Bu isə daha çox konflikt deməkdir, daha çox narazılıq deməkdir, daha çox mənfəət toqquşması deməkdir, daha çox şəxsi mövqe deməkdir. Və biz bu cür mövzuları gündəmə gətirməsək, o zaman insanlarla eyni məxrəcdə oturmamız biraz çətinləşə bilər. Dediniz ki, məqalələrdə, kitablarla uşaqlara əvvəlki dönəmlərdə, əsrlərdə insanlara aşılanırdı ki, emosional zəka nədir? Emosional zəka deyil, yəni helm məsələsini toxundunuz. Yəni ədiblərin kitablarında qeyd elədiklərini nəzərə çatdırdınız. Sizin özünüz də kitab yazmısınız. Dan ulduzu, birinci Dan ulduzu idi bildiyim qədər, sonra Çağrı romanı çıxdı. Bu kitablarda, bəs romanlarda necə sizin baş rolda olan obrazınızın hansısa emosional çatışmazlığı var idimi? Yəni insanlara siz çatdırmaq istədiyiniz fikri o kitabda çatdıra bilmisinizmi? Yoxsa obrazda hansı emosional çatışmazlıqlar var, sonradan onu bəlkə bilmisiniz sizdə və yaxud da emosional zəkası daha üstün olsaydı həmin obrazın nəticəsi başqa olardı o romanın? İkinci kitabımda bunu daha çox mən dilə gətirmişəm. Oradakı qəhrəmanlar həyatlarında Çağrı romanından söhbət gedir. Tarixi bir romandır, orta əsrlərə aid Xarəzmşahlar dövlətinin son illərini, süqut illərinə təsadüf edən bir romandır. Və oradakı qəhrəmanların həyatlarındakı bəzi siz dediyiniz kimi çatışmayan məqamlar var ki, bəlkə də vaxtında buna əhəmiyyət versəydilər və ya göz ardı eləməsəydilər daha fərqli olardı.
Amma mən buna inanıram ki, yəni bu bizim təbiətimizin bir parçasıdır çatışmazlıqlar və bunu heç bir zaman nə özümdə bunu belə dramatikləşdirmişəm ki, mən nəyisə bacarmadım, nəyisə düzgün eləmədim. Çünki mənim yaradılışım, mənim təbiətim, mənim fitrətim buna müsaitdir. Yəni bu şəkildə yaradılmışam. Və insanı bir coaching fəlsəfəsinə gələn bir bütünlük anlayışı ilə ələ alıram. Yəni biz yaxşı tərəfimizlə və biz pis tərəfimizlə bütünük. Sadəcə yaxşı tərəfimizi almağa çalışsaq, o zaman insana bir yaradılış hadisəsi olaraq haqsızlıq eləyərik. Biz sadəcə güclü tərəfimizə fokuslana bilmərik. Bizim mütləq ki, zəif tərəflərimiz var. Biz edə bilmədiklərimizə görə özümüzü qınamamalıyıq. Biz anlamalıyıq ki, bizim daha çox edə biləcəklərimiz var. Yəni o balansı qurmaq çox vacibdir. Mən də kitablarda əslində bunu bilirdim və o balanslı şəkildə davranmağa çalışırdım. Dan Ulduzu romanı 2019-cu ildə nəşr olunub. Azərbaycanda emosional intellektə həsr olunmuş ilk kitabdır. Bəli. Həm orada emosional intellekt sözü və onun izahı gedir və dolaylı şəkildə də bir çox emosional səriştələr var ki, orada onun üzərində işləməyə çalışmışam. Analoji kitablardan fərqi budur ki, yəni dünyada çox dəyərli əsərlər var emosional intellektə dair. Texniki bir kitab deyil. Mən çalışmışam hadisələrin dili ilə, bədii bir tərzdə bu mövzunu çatdırmağa çalışım ki, insanlar yorulmadan və həyatın təbii axarından bunu görməyə bacarsınlar. Mənim üçün sevindirici haldır ki, yəni artıq 4-cü nəşrə gedir. Yəni kifayət qədər oxundu, kifayət qədər rəylər aldım, kifayət qədər kitab müzakirələri oldu. Hətta maraqlı bir fakt deyim. Ədliyyə Nazirliyinin bir önəmli layihəsi var idi. Cəza çəkmə müəssisələrində olan xanım məhkumlara yönəlik bir neçə kitab var idi. Onlar oxuduldu. Onlardan biri də Dan Ulduzu idi. Və sonradan mən həbsxanaya deyək də müəssisəyə dəvət olundum və 80-ə yaxın xanımla o kitabın müzakirəsini elədik. Mənim üçün çox fərqli və çox da vərdiş eləmədiyim bir mühit idi. Məqsəd nə idi? Yəni o xanımlar yenidən həyata qayıdarkən daha düzgün düşüncələrlə, daha böyük inamla və köhnə səhvlərini təkrarlamamaq şərti ilə qayıtsınlar. İstədiyiniz mesajı da oradan çatdıra bilmişdinizmi? Almışdılarmı? Bəli, mən düşünürəm ki, onlar həqiqətən həyatlarının hələ qabaqda olduqlarına inanırdılar. Onlara bir ümid aşılamışdı Dan Ulduzu. Yəni həyatlarına o qaranlıqda doğan hətta bir neçə nəfər orada şəxs var idi ki, bəlkə də gözləmədikləri anda həyatlarına işıq saçan bir Dan Ulduzu metaforuna da bənzətdilər. Onların rəylərindən gördüm ki, yəni ümumiyyətlə o layihənin özü çox faydalı olub. Yəni başqa çox qiymətli kitablar da var idi və müəlliflərimiz də gedib görüşdülər. Yəni kitablarda mənim təbliğ elədiyim mövzular emosional intellektlə əlaqədar bütün mövzulardır. Yəni və düşünürəm ki, hədəfinə çatmağı bacarıb. Amma yenə də qayıtsaq, yəni mənim elə bir xüsusi bir məqsədim olmayıb ki, onların hansısa zəif tərəflərini qabardım. Təbii bir axında oxucu onları müşahidə eləmək şansı əldə edib. Yəni səhvlərini də ki, onlar öz üzərlərini necə işləyirlər. Çağrı romanı ümumiyyətlə üz qapağında Simurq şəkli var. Simurq orada əslində bir metafordur. Simurqun hekayəsi də gedir. Qədim şərq belə deyək də hekayələrindən alınmış orada bir metafor var və orada qəhrəmanların həyatı ilə də, onların şəxsində də Simurq kimi öz odundan, öz odlarında, yanıb külündən yenidən doğuşu əslində orada təşviq edir ki, həyatda ölümdən başqa hər şeyə çarə var, təslim olmaq lazım deyil. Ən çətin anlarda belə biz yenidən dirçəlmə şansına sahibik. Çox sağ olun. Emosional biraz özümdə təsirə düşdüm. İndi emosional zəkanın korporativ iş mühitində olan digər tərəfinə toxunmaq istəyirəm. Bu bədii hissələrdən biraz uzaq bir tərəfdir. Liderlikdə emosional zəka. Müasir cəmiyyətimizin lideri necədir?
liderlik ümumiyyətlə yəni qorxu üzərindəmi qurulur, yoxsa hansısa emosional bacarıqlarla təsir eləmək olur auditoriyaya? Auditoriya deməyim də işlədiyi şəxslərə və yaxud kollektivə yəni bu liderlik bacarığı hansı üzərində daha çox formalaşa bilər? Başdan bunu qeyd edeyim ki, emosional intellekt demək sadəcə müsbət, sadəcə belə yaxşı əxlaqi sözlərlə ifadə olunacaq bir mövzu deyil. Əlbəttə ki, orada əsas yer tutur. Amma emosional intellektdə balans var. Yəni emosional intellektli bir lider deyəndə əlbəttə ki, ürəyini açıb ortaya qoyacaq, insanlarla düzgün ünsiyyət içərisində olacaq, onların içərisindəki potensialı kəşf etməyə çalışacaq, onların önündə yanan bir mayak olacaq, onlar üçün müsbət, yaxşı bir, münbit bir emosional iqlim yaradacaq ki, insanlar özlərini yaxşı ifadə eləsinlər, potensiallarını ortaya qoysunlar, psixoloji iqlimi yaxşılaşdıracaq. Bütün bunlar əlbəttə ki, işin pozitiv tərəfləridir. Amma biz özümüzü nümunə götürsək, insanın iki tərəfi var. Yəni sadəcə dediyim kimi, yəni yaxşı sözlərlə və yaxşı niyyətlə biz iş həyatında insanları hərəkətə keçirə bilmirik. Bəzən bunlar sui-istifadə olunur, bunu düzgün anlamırlar və bizim gülümsəyən üzümüz, yaxşı niyyətimiz baxırıq ki, səhv başa düşülür. Zəiflik kimi bəzən olur, təəssüf ki, olur və liderlikdə də balans çox önəmlidir. Yəni əlbəttə ki, bizim əsas alətimiz təbəssüm, yaxşı sözlər, yaxşı niyyət, deyək ki, gözəl qəlb falan bunlar olmalıdır. Amma ehtiyac duyulduğu anda biz tələbkarlığımızı, bəlkə də sərtliyimizi, bəlkə də ötkəmliyimizi unutmamalıyıq və biz sui-istifadə olunacaq insan da olmamalıyıq. Liderlikdə bu balansı tutmaq çox önəmlidir. Yəni mən indi təlimlərimdə də hər zaman insanlara bunu o mesajı verməyə çalışıram ki, məqsəd burada ideal və həqiqətən ürəyi geniş, mehriban bir ata obrazı yaratmaq deyil və ya qayğıkeş bir ana obrazı yaratmaq deyil liderlik. Liderlik, ümumiyyətlə bu Harvard Business Review 2000-ci ildə Daniel Goleman emosional intellekt mövzusunun əsas tədqiqatçılarından biridir. Onun vacib bir modelini ortaya qoydu və bu model 6 liderlik adlanır. Harvard Business Review bu modeli golf oyununa bənzətdi və dedi ki, golf oyununda 14 çubuq var və hər bir çubuğun özünün üzərində bir nömrəsi var və formasına görə, ağırlığına görə fərqlidir. Usta bir golf ustası bütün çubuqları istifadə eləyərək yerində və zamanında təyinatına uyğun şəkildə golf oyununu başa çatdırmağı bacarmalıdır. Tək bir çubuqla oyun olmaz. Və bunu metafor idi. İş həyatında da artıq bu nümunəni çəkəndən sonra deyir ki, Harvard Business Review, iş həyatında da müxtəlif vəziyyətlər var, müxtəlif cür insanlar var və yaxşı bir lider də ehtiyaca görə müxtəlif liderlik tərzlərini istifadə etməlidir. Və Daniel Goleman baxmayaraq ki, emosional intellekt nəzəriyyəsinin yaradıcılarından biridir, amma onun nəzəriyyəsində biraz səslənəndə sərt səslənən biri avtoritar lider, digəri isə qovan, təzyiq eləyən lider kimi belə bir ifadə var. Və o deyir ki, qısa müddətdə bunu istifadə edə bilərsiniz. Necə qısa müddətdə? Deyək ki, çox bir yanğındır, böhrandır. Bəli, çətin və siz orada hər kəsi tək-tək soruşub, sən bu barədə nə düşünürsən, sənin fikrin nədir, soruşa bilməzsiniz. Siz qəti şəkildə insanları səfərbər eləyib və istiqamətləndirməlisiniz. Orada bir məcburiyyət var. Amma Daniel Goleman deyir ki, bu qısa müddətli tərzdir. Bunu həyatınız boyu istifadə etməməlisiniz. Ehtiyac yarananda istifadə edə bilərsiniz. Və digərlərinə baxsaq, orada demokratik tərz var, himayəçi var, deyək ki, uzaq görən visioner var və coach tərzli liderlik var. Bunlar artıq bizim danışdığımız o yumşaq, helm yönümlü, insanlara şans verən, insanları həqiqətən anlamağa çalışan, yaxşı niyyətli bir liderlikdir. Yəni, liderlikdə hər ikisi olmalıdır. Çünki emosional intellekt sadəcə üzüm gülür, hər şey yaxşıdır, özümüzdən hansısa bir
ideal dünyalar qurmaq deyil, həyatın reallıqlarını da göz önünə alıb hər iki belə deyək də o balansı qorumaq çox vacibdir orada. Bu dəqiqə iş mühitlərində bəzilərində toksik mühitlər var. Bu mühitlərdə lider necə rol oynamalıdır? Bu toksik mühiti necə tənzimləməlidir sizcə? Gəlin əvvəlcə toksiklik nədir və toksik mühitlər hansı mühitlərdir? Bunu aydınlaşdırmağa çalışaq. Həyatda hər şeydən narazı olan, hər hansı bir mövzu dilə gətirilərkən ancaq neqativləri görən, dediqodunu çox sevən, mikro ifadələrlə və ya mikro aqressiyalarla kimlərinsə qiyabında deyək ki, necəsə bir təəssürat yaratmağa çalışan insanlar var ki, bu da qibətin bir formasıdır. Düşünürəm ki, bunlar toksik insanlardır. İndi bunların daxili dünyaları ola bilər ki, düzgün şəkildə bəslənməyib, ailədən və ya özlərini hansısa mühitlərin içərisinə daha çox neqativ insanlarla oturub durublar, neqativ filmlərə baxıblar. Məsələn, bizim indi Azərbaycanda bəzi seriallar var. Mən onlara baxanda dəhşətə gəlirəm. Çünki filmdə normal səslə danışan adam yoxdur. Hamı bir-birinə qışqırır. Hamı bir-birini günahlandırır. Hamı orada ağlayır. Hamı qurban psixologiyasıdır və bizim günümüz, gündəmimiz bu cür informasiyalar, çünki bunlar da bir informasiya növündən bəsləniriksə, bu bizim daxili dünyamıza təsir eləyir və içimizdəki o toksik, o zəhərli nələrisə biz boşaltmağa və bundan xilas olmağa çalışırıq. Və bunun günahkarı da və belə deyək də bundan əziyyət çəkən də iş yerləri olur. Ola bilərmi ki, bəlkə həmin insan digər insanların da içində olan neqativliyi dilə gətirən biridir? Yəni, bəlkə toksikliyi yaradan başqa insanlardır bu insan. Sadəcə dilə gətirdiyi toksik kimi görünən budur, yəni əks məntiqdən baxsaq. Bilirsiniz necədir? Bu Stalin maraqlı bir sözü var idi. Deyirdi ki, bəyənmirsən, tənqid et. Tənqid edirsən, təklif ver. İndi ola bilər biz nəyisə bəyənmiriksə, bunu açıq şəkildə ifadə eləmək, həqiqətən dürüst şəkildə bunu ortaya qoymaq vacibdir. Gizli bəzi sabotajçı insanlar olur. Həqiqətən nədənsə narazı olduğunu görürsən, amma bunu açıq şəkildə ifadə eləməkdən çəkinir. Bundan uzaq durmaq lazımdır. Yəni, əgər o neqativ vəziyyətin düzəlməyinə sənin bir töhfən, faydan olmayacaqsa, kənardan o negativi yaymaq da düzgün deyil. Burada uğurlu lider girməli deyil devrəyə. Bəli, liderin... Onu görən rəhbər ki, doğrudan da real situasiya nədir, real vəziyyət nədir? Liderin də ən böyük rolu bunları görmək, birinci düzgün şəkildə müşahidə eləmək və ədalətli şəkildə hər birinin öz adını qoymaqdır. Yəni, bunu ört-basdır eləmək, düzələr, keçər, insandır, falan filan, düşünürəm ki, bu düzgün deyil, bunlar düzəlmir. Bağlı qapılar arxasında həmən insanlarla səmimi şəkildə söhbət eləyib, onların o problemlərinin, o toksikliyinin səbəbini anlamaq çox önəmlidir. Çünki biz görməzdən gəldikcə bəlkə də onları həvəsləndiririk, bəlkə də gizli bir təşviqdir bu. Və bunu onlarla danışarkən, müzakirə eləyərkən də qərəzlərimizi bir kənara qoymalıyıq. Yəni, ümumiləşdirilmiş ifadələr deyil. Həmişə, bax, yenə başladın, həmişə belə eləyirsən, falan filan kimi sözlərlə deyil. Konkret hansı hadisədə nə görmüşüksə, onu ifadə eləmək çox vacibdir. Və bunu düzəltmək üçün ona bəlkə də bir şans vermək. Birlikdə necə bunu həll eləyə bilərik? Mən görürəm ki, sən bu mövzudan əziyyət çəkirsən, sənə bir şey tövsiyə eləyə bilərəmmi? Və düşünürəm ki, burada üstü qapalı bir təhdid də olmalıdır. Yaxşı mənada bir təhdid ki, bax, sənin bu davranışın kollektivimizə bu cür neqativ zərərləri var. Bu sadəcə sənin şəxsi kaprisin, sənin, necə deyərlər, cığallığın, sənin hansısa narazılığın, hansısa nazın deyil. Sənin bu davranışın bu kollektiv üzərində xoşagəlməz bir təsir yaradır və məhsuldarlığa təsir göstərir. Və mən buranın rəhbəri olaraq bundan çox narazıyam, bu məni narahat eləyir və bu durum davam eləyərsə, düşünürəm ki, biz sənlə daha fərqli bir müstəvidə yenidən müzakirə edəcəyik. Yəni, bizim o görməlidir ki, biz artıq bununla razılaşmırıq və bunu necəsə düzəltmək iradəmiz var. Yəni, lider orada öz varlığını mütləq göstərməlidir. Bəs emosional zəkası zəif olan, lider olan təşkilatlar necə? Yəni, uzun müddətli perspektivə baxanda həmin təşkilatı doğrudan da bir uçurum gözləyirmi?
yoxsa davam edə bilər bu formada? Bəli, ingilis dilində belə bir maraqlı bir yenə də nəzəriyyə var. Liderliyin 3 H-i deyilir. H ingilis dilində head, heart, hands. Bizim dilə çevirsək baş, ürək, əllər. Liderdə hər üçü ustalıqla istifadə olunmalıdır. Baş nə deməkdir? Yəni birinci liderin olduğu sahədə o sahə ilə əlaqədar təcrübəsi, biliyi, məlumatı olmalıdır və bir analitik təfəkkürü, strateji baxış bucağı olmalıdır. Bu onun başını təmsil eləyir. Ürək nədir? Yəni insanlara qarşı münasibətində həqiqətən insan yönümlü olan, onları anlamağa çalışan, əlbəttə ki, iş yerində prosedurlar, nizam, intizam, bunlar çox önəmlidir. Bunlarsız olmaz. Amma insan faktorunda unutmamaq. Bilmək ki, bu insandır, yəni bu robot deyil. Bunu biz hər zaman yaxşı olmağa proqramlaşdıra bilmərik. Ən potensiallı, ən təcrübəli insanların belə mental olaraq, psixoloji olaraq çökdüyü anlar ola bilər və bunu anlayışla qarşılamaq. Və insanların fərqli olduğunu görmək, bunu bilmək. Bu bizim ürək tərəfimizdir. Əllər nədir? Əllər də yəni kənardan biz ola bilər ki, bizim çox yaxşı strategik düşüncəmiz var, bilik bacarığımız yüksəkdir və ürəyimizi də ortaya qoymuşuq. Amma kənardan belə əli bu şəkildə qoyub, gedin işləyin, mən də kənardan nəzarət eləyim deyil. Lider insanların içərisində onlarla birlikdə o prosesləri icra edən, yeri gələndə icra edən bir insan olmalıdır. Düzgün şəkildə insanları istiqamətləndirən, onları təşkilatlandıran və öz varlığını hiss edən. İndi sizin sualınıza gəlsək, yəni emosional intellekti zəif insanlar, yəni ürəyini ortaya qoymayan insanlar ola bilər ki, onlar çox biliklidirlər, zəkalıdırlar, amma bu bir soyuq mexanikadan başqa bir şey deyil. Yəni robotvari bir müddət işləyəcək bu çar. Bir müddət işləyər, bəli. İnsanlar qorxudan və ya hansı ehtiyacdan özlərini, öz əməklərini ortaya qoyarlar. Amma fərqli fürsətlər ortaya çıxanda onlar orada olmaq istəməyəcəklər. Amma sadəcə ürəklə də işləmək olmur. Biz sui-istifadə eləyərlər bizi. Yəni bizim yaxşı duyğularımızı istismar eləyərlər. Həqiqətən orada xaos yaranar və insanlar ola bilər ki, nəsə eləyirlər, amma nə üçün elədiklərinin fərqinə varmazlar. Yəni onlara böyük mənzərəni göstərmək, bir sonraki addımı göstərmək çox önəmlidir. 3 H-in, yəni bir H olmasa bəli, uğur mümkün deyil. Hər üçü çox vacibdir. Çox vacibdir. Bəs şirkətlərdə bu 3 H-in üçünü də tətbiq eləməyimizdə bizim keçidimiz, bu dəqiqə ki, baxdıqda çox nadir bəlkə şirkətlərdə ola bilər ki, elə rəhbərlər olsun. O sözü işlətmək istəyirəm, yəni emosional gerizəkalılıq. Bunu yəni qarşısını almaq üçün emosional gerizəkalılığa getməmək üçün necə olacaq? Yəni bu məcburi keçidmi olacaq buna, yoxsa yavaş-yavaş bunu eləyə biləcəyik biz şirkətlərdə? İndi bu sosial bacarıqlarda və ünsiyyət bacarıqlarında bizim zəifliyimiz çox vaxt bizim pis niyyətimizdən və ya pis insan olduğumuzdan həqiqətən irəli gəlmir. Mənim müşahidələrim bunu göstərir. Çünki indiyə qədər minlərlə insanla təlim prosesində olmuşam. Bunlar istər dövlət qulluqçuları, istər də özəl sektorun təmsilçiləridir. Müşahidə elədiyim mənzərə budur ki, biz biraz bunu bilmədiyimiz üçün səhv başa düşülməsin, bu sahədə cahilliyimizdəndir. Keçmişdən necəsə görmüşük biz idarəçiliyi, onu miras almışıq və bizə elə gəlir ki, işləyən qaydalar bunlardır. İşləyən qaydalar bunlardır. Ancaq dəyişən dünyada baxırıq ki, baxın, bu 4-cü sənaye inqilabı insanın önəmli xüsusiyyətlərindən biri budur ki, bizdən əvvəlki nəsillərlə müqayisə eləyəndə indiki insanlar özlərinə daha çox dəyər verirlər, özlərini daha çox anlamağa çalışırlar. Pozitiv psixologiya, emosional intellekt, baxın bu mövzular oxuyurlar, araşdırırlar və öz haqlarına, hüquqlarına, mənafelərinə qarşı daha tələbkardırlar. Egoizmə gətirib çıxartmır bu bir tərəfdən. Bəlkə də gətirə bilər, amma mən bunu əslində yaxşı bir tendensiya olaraq olduğunu düşünürəm. Çünki əvvəlki mən
vaxtilə indi ilk iş yerlərimdən birində dövlət qulluğu idi. Düşünün ki, işə daxil olarkən işə giriş ərizəsi ilə yanaşı məndən işdən çıxış ərizəsini almışdılar. Və işə giriş üçün bu şərt idi. Tək mənə aid deyil, bütün hər kəsə. Və orada işlədiyim müddət boyunca başım üstə bir damokl qılıncı kimi qalmışdı. Yəni hər çılğınlıqda, hər narazılıqda onu görürdüm və məqsəd də bu idi. Amma artıq bunun üzərindən 20-25 il keçib, yəni fərqli bir dünyada yaşayırıq. Müasir dünya insanına siz bunu edə bilməzsiniz. Çünki dünyada artıq qaydalar daha fərqlidir. Daha insan yönümlü, insan haqları, hüquqları daha çox önə çıxır və görürük ki, bu şüurlu şəkildə edilir. Baxın, bizim indi istər dövlətin yanaşması da bu yöndədir. Yəni əvvəllər insanlar səssiz, sədasız şəkildə işdən qovulurdular və heç yana gedib şikayət eləyə bilmirdilər. Amma indi tez-tez eşidirik ki, hansısa məhkəmədə hansısa işçi, hansısa önəmli dövlət qurumuna qarşı və ya özəl bir quruma qarşı, güclü bir quruma qarşı məhkəməni udur və yenidən işə bərpa olunur. Yəni bu cəhətdən yaxşıdır. İnsanların özlərinə dəyər verməsi, tələbkarlıq vacibdir və bu insanları idarə eləmək artıq asan deyil. Biraz daha fərqli olmalıyıq. Onları güzəştmi deyim artıq, yəni daha çox psixoloji təhlükəsizliyə önəm verirlər də bu insanlar. Əlbəttə. Əvvəllər iş təhlükəsizliyi önəmli idi, indi psixoloji təhlükəsizlik. Bir də o dövrlərdə bilirsiniz, iş yerləri də indiki qədər çox deyildi. İnsanlar bir iş yerinə necə lövbər atırdılar belə deyə, bir limana və illərlə orada qalmaq onlar üçün ən böyük hədəf idi. Amma indi baxırıq ki, iş dəyişmək, köynək dəyişmək qədər insanlara rahatlaşıb, nəinki iş yeri dəyişmək, ölkə dəyişmək artıq xüsusən gənc nəsildə daha bunu rahat şəkildə eləyirlər. Və belə bir dünyada mən düşünürəm ki, köhnə qaydaları gətirmək çox həm çətindir, həm təhlükəlidir. Təbii şəkildə istənilən halda keçid olacaq bu. Və yuxarıdan da əslində mən indi keçən cənab prezidentin bir çıxışını izləmə şansım oldu. Orada açıq şəkildə, yəni barmaq silkələyir ki, mən eşidirəm ki, saat 6-dan sonra insanları işlədirlər, yəni narazılığını bildirir. Və bəzən mən iş yerlərində indi bizim konsultasiyalarımız olur və ya fərqli proqramların içərisində oluruq. Necəsə inandırmağa çalışırlar ki, bizim işimiz çox önəmlidir və biz buna görə işlədirik. İnsanlar işləməlidir. Mən orada indi ölkədə bir nömrəli liderin fikrini çatdırıram ki, yəni əgər sizin fikriniz və mövqeyiniz ondan əhəmiyyətlidirsə, buyurun işlədin. Artıq ən yuxarı səviyyədə, yəni insanların istismar edilməməyi barədə bir tapşırıqmı deyim, artıq bir gözlənti var. O cəhətdən deyirəm, insanlar da bunu görür, ürəklənirlər, deyirlər ki, bax, cənab prezident də bunu deyir, öz haqlarına, hüquqlarına qarşı daha tələbkar davranırlar və rəhbərlər də artıq bununla hesablaşmağı bacarmalıdır. Təşəkkürlər Elçin bəy. Bir də sonda biz adətən tövsiyə xarakterli yekunlaşdırırıq, izləyicilərimizə bir tövsiyə verir bizim qonağımız. Sizin də koç olaraq, məncə ən dəyərli tövsiyə sizdən gələcək burada. Emosional bacarıqlarını inkişaf etdirmək üzrə ola bilər və yaxud da iş mühiti ilə bağlı, çünki indi podkastımızın adı işdən söhbətdirsə, bu minvalda bir. Son olaraq nə demək istəyərdim? Darwinin çox sevdiyim bir ifadəsi var. Deyir ki, həyatda sağ qalan növlər güclü növlər deyil, dəyişikliyə uyğunlaşmağı bacaran növlərdir. Ola bilər ki, hazırki vəziyyətimiz, karyeramız, elmimiz, səriştələrimiz bizi qane eləyir və iş həyatında da kifayət qədər yaxşı bir yerdəyik. Amma sabahın daha fərqli çağırışlarla və fərqli necə deyərlər, fürsətlərlə və sürprizlərlə gələcəyini unutmamalıyıq və düşünürəm ki, biz bugündən sabahın hazırlığını görməyə bacarmalıyıq. Sabahın auziqəsini necə deyərlər, bugündən hazırlamalıyıq. Necə edə bilərik bunu? Çox önəmli təşkilatlar var dünyada. Deyək ki, Dünya İqtisad Forumu, Forbes, LinkedIn. Bunların periodik olaraq insan davranışları üzrə tövsiyələri var. Yəni peşəkar davranışlardan söhbət gedir. Deyək ki, 2026-cı ilin ən vacib yumşaq bacarıqları hansılardır və ya
texniki bacarıqları hansılardır? Onlar bunu elan eləyirlər və bunlar dünyanın hər yeri üçün keçərlidir. Yəni bu nəzəriyyələrin, bu statistikaların ortaya qoyulduğu indi Qərb ölkələrin üçün sadəcə deyil, Bakı üçün də, Sabirabad üçün də, Xankəndi üçün də, yəni bizim ölkəmiz üçün də aktual mövzulardır. Bunları oxumaq, bunlarla tanış olmaq, təhlil eləmək və özümüzü də bir görməyə çalışmaq ki, misal üçün kritik düşüncə bacarığı. Hər il Dünya İqtisad Forumu bunu bar-bar bağırır ki, bax, önəmli bacarıqdır, bugünün və sabahın bacarığıdır. Biz özümüzü təhlil eləməliyik ki, kritik düşüncədə mən nə qədər güclüyəm, nə qədər zəifəm. 1-dən 10-a qədər, 1-dən 100-ə qədər özümüzü qiymətləndirməliyik. Nəyi yaxşı edirəm, nəyi edə bilmirəm və yaxşı nələri edə bilməmək məni hara aparır? Sabahki iş həyatında məndə nələrə mane olacaq? Və bunun kimi bir çox səriştələr var ki, bugünün və sabahın səriştələri sayılır. Biz onları özümüzdə təkmilləşdirməliyik və gücləndirməliyik ki, sabahın dünyasında da güclü olaq. Unutmayaq ki, gələcək bugündən başlayır. Yəni və biz də əslində öz gələcəyimizi necəsə özümüz formalaşmağında iştirak eləyə bilərik. Çox sağ olun İlçin bəy. Bu dəyərli tövsiyənizdən də biz podkastımızı yekunlaşdırmaq istəyirik. Bu buraxılışımızı izləyicilərimizə də təşəkkür edirik. Bizi izlədiyiniz üçün hər hansısa rəyiniz, bizimlə razılaşdığınız və ya razılaşmadığınız fikirlər varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun.